Hörmətli müəllim sevərlər, Mingəçevir kəndinin sadə bir sakini mən Etibar Əhmədov bugün Sarvan studiyasının dəstəyi ilə 87 yaşlı iş müəllimim Sərbiyə Baloğlanovanın görüşünə gedirəm. Əslində onun ziyarətinə gedirəm. Sərbiyə müəllimə düz 58 il bundan əvvəl, yəni 1967-ci ildə Mingəçevir kəndində yerləşən 8 nömrəli məktəbdə mənə 1-ci sinifdə dərs demişdir. Mənim sinif rəhbərim olmuşdur. Mənim əlimdən tutaraq ana, vətən, ata kimi müqəddəs sözlərin yazılmağına kömək eləmişdir. Mən özünü tərifdən uzaq olsun, Mingəçevir kəndinə yaxın ətraf rayonların kəndlərində yerləşən ziyarətgahları gəzməyi çox sevirəm. Və zaman-zaman, müxtəlif zamanlarda ətraf rayonların ziyarətgahlarını gəzmişəm. Yevlax rayonunun Ərəbbəsrə kəndində yerləşən Bəhrəddin babaya, Ağdaş rayonunun Qaxay kəndində yerləşən Uveys Qaraniyə, Ağdaş rayonunun digər yerdə qalan ziyarətgahlarına, Oğuz rayonunun Kərimli kəndində yerləşən Çərşənbə babaya, Qəbələ rayonunun rayon mərkəzində yerləşən Şeşbər babaya, Qəbələ rayonunun Vəndam kəndində yerləşən Polad Həşimovun evinə, Qəbələ rayonunun digər kəndlərində yerləşən ziyarətgahlarına, Bərdə rayonunun Canavarlar kəndində yerləşən Seyid Yusif ağaya, Ağdam rayonunun Çəmənli kəndində yerləşən Seyid Lazım ağaya və Gəncə şəhərində yerləşən İmamzadə ziyarətinə piyada olaraq, yaşadığım Mingəçevir kəndindən piyada olaraq niyyət tutaraq getmişəm. Amma bugün isə başqa bir ziyarətə getmək ərəfəsindəyəm. Bugün iş müəllimim 58 il bundan əvvəl mənə əlimdən tutub mənə oxumağı, yazmağı öyrətmiş iş müəllimimin ziyarətinə gedirəm. Bu ziyarət mənim üçün heç də bayaq adını sadaladığım o müqəddəs məkanlardakı müqəddəs məbədlərin ziyarətinin heç də az əhəmiyyət kəsb eləmir. Belə bir deyim də var ki, bir könül ziyarəti onlarla məbud və məbəd ziyarətindən daha üstündür, daha fərzdir, daha savabdır. Bəlkə də bugün 1-ci sinifin müəlliməmin görüşünə getməyim də böyük bir savab işdir. Peyğəmbərimizin yaxşı bir kəlamı var ki, hər bir yaxşı əməl savabdır, ehsandır. Mən düşünürəm ki, elə müəlliməmizin görüşünə ziyarət eləmək, getmək özü də bir savab işdir. Bax, qucaq dolu gül çiçəklə, ürəyim dolu arzu və diləklərlə, sevinə-sevinə, uça-uça, qaça-qaça, biraz da həyəcanlanaraq müəlliməmin görüşünə gedirəm. Beləliklə, icazə verin, izin verin, müəlliməmizin artıq evinə yaxınlaşırıq və qapını döyək, görək, kim açır. Bu da bizim Sərbiyə müəlliməmizin evidir. Şimdi qapını döyək, görək, kim açır? Sana xoş gördük. Sərbiyə müəllimin evi olar mı? Gəl. Necəsən bana? Nənə haradadır? Ay nənə, xoş gördük, ay nənə. Müəllimə, xoş gördük. Etibar hanım, etibar. Xoş gördük. Necəsən? Sağ qayımız. Gördüyün kimi, yaxşıyım, sağ ol. Yaxşı ol, hə? Etibar. Etibar, hə. Hay Allah, hay Allah. Bu da ən üstüdür. Çox sağ ol, payın çox güzel. Nənə, bunu da sənə pay gətirib. Etibar müəllim. Nəsə səni? Kraldır. Biz əyləş qədər. Danış görüm, nə tər yaşayırsan? Necə istəyirsən özünü? Səhhətin necədir? Yaxşı, Allaha şükür. Görsən nə qəşəng yaxşıdır. yaxşı. Maşallah. Bu yaşımda ki, mən yaşayıram. Nə tez yaş deyirsən, qadının yaşı yoxdur. Qadın necə görünürsə, o qədər yaşı var. Allaha şükür gümrahsan, şuxsan. Vallahi bax, düşünməklə də gədirəm.
Bəli, ay maşallah. Bu binanı bax, deyib bu ağacı belə götürürəm, bunu akşin alınmalı var. Bunu götürürəm, bununla gəzirəm, bu binanı 2 dəfə qururam. Sonra yavaş-yavaş bu pilləkənləri çıxıram, gəlirəm, otururam. Kənddən bir neçə nəfər getdi şəhərə oxumağa. Birinci ildə qızların hamısı kəsildi, qayıtdı, 2 aldılar. Mən 3 il orada oxuduq. 10-cu sinifdə birinci, o vaxtı 10 il oxuyurduq. 10-cu sinifi qutardıq. Qardaşım Abdullah var idi. Niyə görməmişdim? Eləmi? Abdullah kişini belimi almışam mən. Eləmi? Ha, gəmidən düşə bilmirdi suya. Belimi aldım o boyda kişinin 150 kilo. Etibar, məni apardım, sənədlərimi apardıq, verdim Moskvada, Bakıda. Kimya Biyologiya fakültəsinə. Orada imtahanları verdim. 4 imtahanın 4-ündən də 4 aldım. Zatisleniya olanda mən adım çıxmadı. Dedilər gərək bir fəndən 5 olaydı. Qayıtdıq, gəldik. Qardaşım dedi, hazırlaş. Yenə gələn aparacam səni. Mən bir dayım qızı Almaz müəllimə var idi. Dayımın qızı. Eşitan tanıyıram. Vüqar müəllimin anasıdır. Vüqar müəllimin anası. O Ağdaşda pedaqoji məktəbi qutardı. Fikirləşdim, gedərəm. Yenə girə bilmərəm, vaxtımdan gedir. Dayımın qızla sənədlərimi götürdüm. Getdik Ağdaşda pedaqoji məktəbinin müdürünü baxdı. Dedi, ay, sənin heç üçün yoxdur axı, hamısı 4-5'dir. Dedi, bəs bu kağız nədir? Dedim, bu kağızı mənə institutdan veriblər ki, gedərsən, hansı texnikuma istəsən, səni imtahansız qəbul edəcəklər. Dedi, elə şey yoxdur, imtahan verməlirsən. Mən orada imtahanları verdim, qəbul olundum. Gəldim. Qardaşım gəldi, Şöyübov var idi. Xaldan məktəbi. Xaldan məktəbinin müdürü, bəli. O Maarif şöbəsinin müdürü idi. Gənə deyirəm də, o vaxtı Maarif deyirdilər. İndi təhsil şöbəsi adlanır. O vaxtı Maarif şöbəsi deyirdilər. Şöyübov məni getdi, azad təyinat almışdım da. Getdi, mən təyinatı Mingəçevirə aldı. Birinci dəfə öz məktəbimizə məni göndərdi. Həmi orada İlahi müəllimə var idi. O məzuniyyətdə idi. Analıq məzuniyyətində olub. Analıq məzuniyyətində olub. Mən həmi onun sinifini idarə elədi, verdilər. Həm də dəstə rəhbər oldum. Bu neçənci il olub? 59'da. Şəkillərim var, hamısı məktəbdə uşaqlarla, zadla, hamısı ora qoymuşam. Nəsə orada işlədim. Birinci sinifiniz kim olubdu? Kimlər olub kətdən? İlk dəfə. İlk birinci sinifiniz kim olub? Camalgil, Məmməd kişinin oğlu Camalgilzad olmuyor ki. Bax, mənim sinifimdə Həmzə adında bir oğlan var idi. O yadımdadır. Mirzə kişinin oğlu Həmzə. Mənim sinif yoldaşım olub da o. Dayanda. Onu cəzalandırırdınız siz, ha? Rı deyə bilmir. Rı deyə bilmir, tamamilə elə mənim sinifimdir. Bizim yoyğan qıymızıdır deyirdiniz siz. Mənim deyişim yadımdadır. Deyirdim ki, Həmzə, denəm bizim yorğan qırmızıdır. Bizim yorğan qırmızıdır. Qıymızıdır deyirdi o da. Deyə bilmirdi. Bax, o hələ də yadımdadır. Onu siz qapının ağzında bir 45 dəqiqə ayaq üstə qoydunuz. Cəzalandırdınız. Mən çox cəzalandırmışam. Yaxşı eləyəmişsiniz. Çünki tələbkar olmayan müəllim öz istəyinə sata bilməz ki. Bir nəfərin valideyn gəlib mənə deməzdi ki, mənim uşağımı niyə cəzalandırırsan, ya niyə vurursan, ya vurmaq ürəyim istəyir. Dərsini bilmir, ayaq üstə qoyardım. Məhbubə müəllimə var idi, bir nömrəli məktəbin müdürü. Bəli, bəli. Bax, orada da işləmişim. Axırıncı dəfə, indiki 9 nömrəli məktəb var.
icra tərəfdə. Bəli. Bax, oradan məzuniyyətə çıxmış. Mənə dərs demirsən də nədə? Gözlərim əməliyyat olundu, yaxşı görə bilmirdim. Özüm ərzə yandım, çıxdım. Bir də yadıma nə düşür? Etibar bilirsən, gecə uzanıram. Hər şey gözümün qabağından gəlir, gedir. Bir dəfə uşaq o qədər idi ki, onda 12 nömrəli yox idi, o tərəfdə məktəblər yox idi. Quddə müəllimə var idi. Bəli. Birinci sinifləri onunla Böldünüz. böldük. Biz sizə düşdük. Dayı. Bir qism isə Qüddə müəlliməyə düşdü. Asıl dayı. Sinif bölünəndə Fərqanə mənim sinifə düşdü. Elçəvər Qüddə müəllimə. Elçəvər başladı ağlamağa. Mən də bibimin sinifini istəyirəm. Mən bunu vurdum. Ağzı, burası qanaldı. Apardım, orada krank var idi məhlədə. Orada yudum, gətirdim. Qüddə müəllimə dedi, sən Allah qoy. Olsun sənin sinifində. Nə olar? Dedim, onda məndən bir uşaq. Dedi, heç nə olmadı, nə olacaq da? Uşaq da. Etibar, 42 uşağı birinci sinifdə Çox çətindir idarə edilmək. jurnala yazmışam, 42 uşaq. O 42 uşağın yarısı əlaçı idi. Bir qalanları 4-5 oxurdu, amma 1-2 nəfər 3 aldı. Elə bir deyim var, müəllim necədirsə, sinifi də elədir. Bir dəfə Marifdən... Deməli, müəllimdən asıldı o sinifin elə hamısının əlaç olmağı. Bir dəfə Marifdən gəldi. Yox, dərsimə girirdilər, dərsə qulaq asırdılar. Müzəffər müəllim var idi, Marif şöbəsində işləyirdi. Bir dəfə gəldi, mən sinifimə girdi. Diqqətlə mənim dərsimə qulaq asdı. Dedi müəllimə, durdu, baxdı uşağı. Dedi müəllimə, mənim gözəl xəttim var. Dedi müəllimə, uşaqların da qəşəng yazırlar, lap özün kimi gözəl xətləri var. Rəvan da oxumağı var. Yaxşı oxuyurlar, qəşəng oxuyurlar. 5 il etibar. Maarifdə təhsil şöbəsində mənim şəklim 5 il şərəf lövhəsində olur. Müəllimlərin şərəf lövhəsində. Bəli, müəllimləri, bütün məktəblərdən müəllimlər var idi. Mən də 5 il o şərəf lövhəsində mənim şəklim olur. Eşitmişəm, mənim də şərəf lövhəsində, Marif şöbəsində mənim şəklimi də vurmuşsunuz. Mən görmüşəm o şəklini. Akşin deyir ki, oğlunuz deyir ki, mən görmüşəm, Marif şöbəsində mamam sənin şəklini Marif şöbəsində əlaçılar şərəf lövhəsinə vurur. Mən özüm görmüşəm bunu. Düzdür, mən sizin rəhbərliyiniz altında 3 il oxumuşam. 3 ildə də əlaçı olmuşam, sinif nümayəndəsi olmuşam. Şərəf lövhəsindən şəklim düşmüyor. Sizdən sonraki 12 nömrəli məktəbə keçəndən sonra da bütün 7 il, ondan sonraki 7 il ərzində, yəni bütün təhsil müddətində əlaçı olmuşam. Şərəf lövhəsindən şəklim düşmürdü, sinif nümayəndəsi olmuşam. Amma elə bir ki... Sinifkom deyirdi. Bəli, sinifkom Rusya belə deyirdi. Elə bir ki, bünövrənin, binanın bünövrəsini möhkəm, özünü möhkəm qoydunuz da, siz qoydunuz. Bəli. Bilavasitə sizin sayənizdə binövrə möhkəm qoyulur. o bünövrənin, möhkəm bünövrənin üzərində də mən 10 il əlaçı oldum, sinif nümayəndəsi oldum, sonra qutardım, getdim, instituta girdim. Bu gün gəlmişəm, 44 ildir böyük Azərbaycanın, nəinki Mingəçevirin, Azərbaycanın ən böyük müəssisələrindən biri olan Azərbaycan İstilik Elektrik Stansiyasında çalışıram. Bəli, böyük bir orta səviyyəli bir şöbəyə rəhbərlik edirəm. Hamısı, bax, sizin o qoyduğunuz birinci müəllim olaraq, qoyduğunuz o təməlin sayəsində bütün müəllimlərim də kömək edirlər. Amma hər bir müəllimin özünün payı var, əməyi var, dəstəyi var, köməyi var. Amma birinci pay, ən böyük töhfə məhz sizdən gəlir. Binövrəni qoymaq. Bəli, ona görə də biz qazandığımız bugünkü nailiyyətlərimizə, müvəffəqiyyətlərimizə, uğurlarımıza görə, bugünkü mənsəbimizə görə sizə və sizin simanızda bizim digər müəllimlərimizə borçluyuq. Müəllim də hardasa Atatürk'ün bir kəlamı var müəllimə. Deyir ki, müəllim şama bənzəyir. O yandıqca başqalarına işıq saçır, yoluna işıq saçır, həyat verir. Siz də ömrünüzü, gününüzü bax bu şagirdlərin yolunda əritmişsiniz, şam kimi əritmişsiniz. Müəllim də bir ikinci valideyndir. Siz bizə o qədər sevginlə, məhəbbətlə, yadımdadır, hamısı yadımdadır. Elə bir şövqlə yanaşırdınız ki, mən sizin dərsinizi oxumaya bilmirdim.
o qədər sevgi ilə yanaşırdınız ki, utanardım ki, sizin dərsinizi bilməmək. Mən yadımdan indiyə kimi hələ sizin qolunuzu da mən çəkmişəm. O qədər sizin qolunuza alıdə olmuşdum ki, hə, bu hərf, beləcə bir qolunuzu çəkirdim. Bax, bu saat deyəcəm. Ay, sağ ol. Bax, belə. Bax, görürsünüzmü? Bax, beləcə bu hərfin qolunuzu çəkirdim. Ona görə də mən elə sizə bir kiçicik hədiyyə gətirmişəm ki, elə müəllim də bir valideyndir, müəllim ikinci bir valideyndir. Elə sizin şəklinizi çıxartdırmışam, gətirmişəm ki, bu da məndən sizə bir hədiyyə olsun. Müəllim də ikinci bir valideyndir. Bu mənim cavanlığımdır. Cavanlıq şəkli. 60 yaşım Hə. var. Amma indi də gözəlsiniz, maşallah. İndi də təravətlisiniz. Sifətinizin rəngi hələ də şuxdur, təravətlidir. Bəli, Hə. bəli. O, məncə, bilmirəm, indi siz deyin, nədəndir. Amma düşünürəm ki, insanlara olan məhəbbətinizdən irəli gəlir. Mən elə başa düşürəm. Çox sağ ol, Allah razı olsun. Müəllimə, bax, anamla da dostluğunuz olub, yaxşı bir münasibətiniz olub. Yaxşı münasibətim oldu. Mənim anamdakı hansı üstün cəhət sizin xoşunuza gəlib ki, siz dost ola bilmirsiniz? Niyə? Sən ananın yaxşı cəhəti o idi ki, yoldaşlıq eləməyi bacarırdı. İnsanla rəftar eləməyi, yoldaşlıq eləməyi bacarırdı. Yaxşı insan, gözəl insan. Deməli, sizin də nəsə üstün, müsbət cəhətləriniz olub ki, bir-birinizlə uyuşmuşsunuz. Hə, bir-birinizə uyğun gəlmişsiniz. Biz bir-birimizə uyum. Bu gənc qızlar var, bax bu gənc müəllimələr. Bəli. Bax, onlara nə tövsiyə eləyərdiniz? Necə olsunlar ki, sizin kimi bir müəllimə kimi puxtələşsinlər, yetişsinlər? Etibar. İndiki uşaqlar hazırlaşır. Hazırlığa gedir, sonra məktəbə gedir. O vaxt hazırlıq nə gəzirdi, zat nə gəzirdi, elə şey yox idi. Belə, indiki müəllimlər uşaq hazırlaşır, gedir məktəbə. Daha elə uşağa dərs deməyə nə var? Başa düşdünmü? Başa düşdüm. O vaxt hazırlaşmaq nə idi, zat nə idi? Biz elə zülümlə, biz elə balıqçı o, nə bilim, elə çətin uşaqlara mən dərs demişəm, çətinlik çəkmişəm, çox çətinlik. Və bu qız gəlinlərə tövsiyəniz, məsləhətiniz, öydünüz nə olar ki, yaxşı bir ev xanımı, yox, qızlara, gəlinlərə bir dünya görmüş bir xanım kimi onlara nə öyüd nəsiyyət verərsiniz ki, getdikləri ocaqda, evdə, ailədə dolansınlar, yaxşı olsunlar, özləri də sevilsinlər, valideynlərin də başı uca olsun. Bax, nə məsləhət görərsiniz? O, böyük bir problemdir o. O gəlir, xəyalı yoldaşı. Allah xoşbəxt eləsin, günah olsun. Sən inan ki, eşidişir. Eşitməsində. Hərdən tərifləmək olar. Elə gəlin dünyada yox. Maşallah, nə gözəl, çox sevindim bana. Allah gününə verəsin. And olsun Allaha. Həzi, laf yaxşı, nə gözəl sevindim. Hər adam belə tərifə layiq söz demir. Ayıq olsa məni. Hər şeyi eləyir, eləmi? Çox sağ ol. Qulluğunda durur da sən. Hə, biz də sənə təşəkkür edirik, hamının adından. Deyirəm Allah, sən hamıya belə gəlin qismət ilə. Gözəl, vay. Belə gəlin qismət ilə. Niyə? İndiki televizora baxıram. Bu video çıxarda, telefon çıxardanlar, qızlar. Başa düşdüm. Nə deyim? Çox gözəl, bax bu çox xoşuma gəldi balam. Günah olsun, həmişə belə davam edəsən. Elə biz də öz adımızdan, bax elə Sərbi müəllimənin qohumları adından sizə təşəkkür edirik. Günah olsun, elə həmişə belə davam edəsən. Belə şeylər çox az qalıb, çox təəssüf ki, az qalıbdır. İndi yaxşı gəlin tapmaq çətindir. Çox çətindir, heç dronla da tapmaq olmaz. Projektorla, fənərlə yox. Mən həmişə deyirəm ki, mən gəlinimə halal olsun. Hər gəlin qaynanaya elə baxmaz. Yaxşı müəllimə, bir dünya görmüş bir insan kimi dürüst yaşaya bilməyin, bax, yolunu nədə görürsünüz ki, bəzən adam qalır, tərəzin bir gözü maddiyyat, bir gözü mənəviyyat. Bir gözünü basırsan, o birisi qalxır göyə.
O birisini gözünü basırsan, o birisi qalxır gəlir. Yəni çətindir də bu yollar ayrızında. Çox çətindir. Bilmir adam çörək dalında qaçsın yoxsa. İndi həyat çox çətindir. Hə. Siz necə görürsünüz? Bax necə eləmək lazımdır ki, hər ikisinin tarazlıya biləsən, tənzimləyə biləsən. Tərəzinin gözlərini. Çətindir də, oradan da çətindir. Əvvəllər yenə biraz çıxış yolları var, indi vaxt çətinləşir. Həyat yaşamaq çox çətindir. İstəyərəm ki, hamı ağılla, kamalla işini yola versin. Düşüncəli olsunlar, düşünüb iş görsünlər. Elə belə gözü yumulu yox. Məsələn, bir işi görürsənmi? Düşün, onu eləyə biləyəsənsə, düşün, elə. Əgər onu eləyə bilməyəsənsə, eləmə. Düşün, fikirləş əvvəlcə. Bax, mən həmişə məsləhəti belə eləyərəm. Məsləhət görərəm ki, düşünün, fikirləşin, iş görün. Sərbiyə müəlliməmiz, deməli, mən özümün uşaqkən müşahidələrimin nəticəsində, bax, çox səliqəli idi, mədəni davranışı var idi. Həmişə də çalışqan idi, elə ən çalışqan şagird kimi özü də həmişə öyrənməyə meyilli idi, axtarardı, öyrənərdi. Bax, bayaq dediyim kimi, şagirdlərinə bir ana nəvazişi göstərərdi, bir məhəbbətlə yanaşardı. Mən uşaqlara elə bilə ürəklə, həvəslə yanaşırdım ki, mən özümün xəttim deyə gözəldir, gözəl idi. Uşaqların da xətti, mən xəttimi oxşadırdım. Rəvan oxuyurdular, rəvan, qəşəng. Nə deyim, vallah, mən çox əziyyət çəkmişəm, çox zulüm çəkmişəm. Can qoymuşam uşaqlara. Yüzlərlə, bəlkə də minlərlə şagirdiniz olub da? Bəli, bəli, olubdur. Onları inanın ki, bura indi gəlməməklərinə baxma. Bir neçəsinə mən zəhv vurdum, istəyənlər var idi. Mən təşkil edib cüzuf qoşa bilmədim. Quddə müəllimə, bax, Firuzə müəllimə var idi. Onun qızı Kəmaləyə mən dərs demişim. Əlaçı. Quddə müəllimənin qızı var idi. Böyük qızı Turə, balaca qızı Zöhrə. Bax, onlara mən dərs demişim. Öz anası yox, siz dərs demişsiniz. Öz anası yox, siz dərs demişsiniz. Mən dərs demişim onlara. Mən də oxuram, sinir rəhbərim. Onlar sizin zəhmətinizin bəhrələridir da. Hər biri bəhrələridir. Onlar da müəllimədən söhbət düşəndə birinci növbədə sizin adınızı çəkməyə bilməzlər. Sən inan ki, mən uşağa canımı qoyurdum. Və onun nəticəsidir ki, məsələn, mənim yaddaşımda, hafizəmdə, ürəyimin yaxşı bir güşəsində özümüz bir məskən salmışsınız da. Hələ də iş müəllimindən söhbət düşəndə böyük məmnuniyyətlə, mən parlaqlayır, mənim sizindən haqqınızda söhbət düşəndə mən bilmirəm nə qədər danışım. Amma müəlliməm, bax, bayaq gördünüz, dedi ki, həm də tələbkaram. Qadın olmağa baxma, bunların yaxşı şillələri də var da, cəzalandırma metodları da var, tərif də var, tənqid də var da, mütləq. Yaxşı işlədiyimə görə, bax, bu evi pulsuz Maarif şöbəsindən mahv veriblər. Növbədən kənar ol, biraz növbədən kənar ol. Mən da Allah haqq. 49 il mən işləmişəm. 49 il. Təcrübə, pedaqoji təcrübəyə maliz. Bəli. 49 il işləmişəm. Elə ali təhsil deməkdir. Düzdür, mənim ali təhsilim olmuyor. Sizin həyati təcrübəniz o nəzəri ali təhsildən daha üstündür. Bəli, bəli. Mən deyirəm da, mən bu qədər zəhmət, bu qədər zülüm, elə ali təhsili də ötüb keçir. Düzürsünüz, düzürsünüz. 49 il nə deməkdir? Düzürsünüz. Nə bilim, belədir da, vəziyyət çətindir. Bu saat çox çətindir. Yaxşı olar Allah qoysa. Allah yaxşı eləsin. Yenə də deyirəm, bugün nə əldə eləmişiksə, bax, bir-iki kəlmə söz danışa bilirəmsə, hansısa bir iş yerində işləyirəmsə də, cəmiyyətdə pisdən yaxşıdan adsan qazanmışıqsa, hamısını siz müəllimlərinin sayəsində, sizin bayaq dediyiniz o qoyduğunuz canların hesabına əldə eləmişik. Sağ olun, sizin simanızda, sizin şəxsinizdə mənim bu yaşa, bu həddə gəlib çatmağımda payı olan, əməyi olan, zəhməti olan bütün müəllimlərimə mən buradan imkan düşübdür, təşəkkürümü bildirirəm. Yadımdadır, mənim sizdən sonra getdim 12 nömrəli məktəbə. Orada bir 4-cü sinifdən bir Gülnara müəlliməm var idi. Bax, bilmirəm, indi durur, yaxsa necədir vəziyyəti. Ondan sonra Murad müəllim Vəliyev var. Dil ədəbiyyat müəllimim oldu. Cəlil müəllim, riyaziyyat müəllimlərim, Fərhad müəllim, Cəlil müəllim.
Fizika müəllimlərim Mahir müəllim oldu, Amaliya müəllimə, Əziz müəllim Xas Məmmədov, İngilis dili müəllimlərim Qıstaman müəllimə, Mikail müəllim, ondan sonra bədən tərbiyə müəllimimiz Qədir müəllim, Məhbuba müəllimə, Qədir müəllimin Mingəçevir kəndinin övladlarının oğlan və qızlar havarlı olmağına baxma. Mən onu indi Mingəçevir kəndinin fəxri sakini elan eləmişəm. O Mingəçevir kəndinin uşaqlarının hər birinin həm tərbiyəsində, həm təhsilində müstəsna xüsusi rolu oldu. Yaxşı idman müəllimi. Bax, bu müəllimlərin danılmazdı xidməti və bir daha təkrar edirəm və özə təkrar eləməkdən yorulmuram. Və sizin şəxsinizdə o müəllimlərin adını çəkə bilmədiklərini bağışlasınız. Hər birinə təşəkkür edirəm. Təki hamı sizin kimi zəhmət çəkən müəllimlərin qədrini bilsin. Əlbəttə, qədrini bilmək lazım. Yaxşı insanların, yaxşı müəllimlərin qədrini bilmək lazımdır ki, yeni, elə yüksək səviyyəli müəllimlər yetişdir. Bilirsiniz, bu yaxınlarda mən 1-2-3 ayda Mingəçevir kəndinin müəllimlərini araşdırıram. Mən Mingəçevir kəndinin müəllimlərinin şəkillərindən ibarət böyük bir şərəf lövhəsi hazırlamışam, artıq yekunlaşmaq üzrədir. Orada sizin də şəkliniz o şərəf lövhəsinə bəzək verir, məna, məzmun verir, örnək verir. Etibar sənin şəklini istəyir. Mingəçevir kəndində ən böyük müəllimlər ailəsi olan Nəsil Xas Məmmədovlardır. Sonra sizinki Bağoğlanov vardı. Əziz müəllim. Əziz müəllimin əmisi də olubdur. Teyfur Xas Məmmədov Respublika Maarif Nazirinin müavini işləyibdir. Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutunun rektoru işləyibdir. Hətta o soyun lap babası Xas Məmməd baba isə o vaxtı Qori seminariyasının məzunu olubdur. Hazırda bizim kəndçimiz Şəmstan kişinin nəvəsi Qurbanəli Bidadinin oğlu Cambridge Universitetində təhsil alır. Təsəvvürsünüz, bir kənddən iki böyük bax belə bir simalar yetişdirir. Şəmstan oğlu Qurbanəlini nəvəsi. Şəmstan dayının nəvəsidir. Nəvəsi Qurbanəli. Atasının adını qoyublar ona. İndi Cambridge Universitetində təhsil alır. Böyük gələcəyə perspektivə malikdir. Yaxşı gənclərimiz, perspektivli gənclərimiz var. 300 nəfərdən çox müəllimlər var imiş işləmə bizim kənddə. Elə sərlövhə olaraq, başlıq olaraq belə seçmişəm. Mingəçevir kəndinin müəllimlər ordusu. Sizin o ordunun içərisində özdə siz sıradan müəllim deyilsə, o zabitlər sırasında yer almışsınız. Sağ olun, siz onu özünüz qazanmışsınız. Sən ki, mən qədirim. Vallahi yox, bunu söz xoş gəlsin deyə demirəm, siz onu qazanmışsınız müəllimə. Bax, o təbəssüm verdiniz və o təbəssümünüz də mənə tanışdı. Qolunuzdan başlayaraq sizin bir çox jestləriniz, mən çünki o qədər sizə baxa-baxa sizdən öyrənmişik və sizlərə oxşamağa çalışmışıq ki, bugün də hər hansı bir çətinliyimizdə sizin o tövsiyələriniz... Mən çox səliqəli geyinirdim, çox səliqəli geyinirdim. Özə gözəldiniz, müəllimə, indi də gözəlsin maşallah, onda daha gözəldiniz, çıxdınız. Bax, elə sizi internetə, TikTok'a qoymuşuq, sizin şəklinizi. Bax, şəxsən sizin də şəklinizdə olan bir şəkil var, indi bax, telefonumdadır. TikTok'a qoymuşuq, bütün Respublika baxır sizə. Hətta mübahisə edənlər də vardı ki, buranın 8 nömrəli məktəb Qresdə idi, Qresdə yerləşirdi. Mən altından şərh yazdım ki, oradakı şəkildəki Sərbiyə müəllimə mənim ilk müəlliməm olubdur. Yəni, əsaslandırdım, sübut elədim ki, yox, bu Mingəçevir kəndidir. Orada Nazım müəllimdir, Muxay müəllimədir, Firəngiz müəllimədir, sizsiniz. Bax, bir çox kəndin müəllimləri həmin şəkildə əksini tapır. Belə, əgər etiraz eləməzsinizsə, yavaş-yavaş gedərdik. Amma sonda getməzdən əvvəl soruşmaq istəyirəm. Bəlkə mən nəsə ürəyinizdən keçir o, mən də sizin oğlunuz. Bəlkə nəsə ürəyinizdən keçirsə deyin, xahiş edirəm. Bacardığım qədər başım üstə, gözüm üstə. Həyatda mənim heç nəyə ehtiyacım yoxdur. Sizə can sağlığı arzulayıram. Ancaq insana Allah, var, dövlət, axvayış edir. İnsana can sağlığı lazımdır. Bax, müəllimə, sizin bayaq dediyim kimi təkrar deməkdən yorulmuram. Yüzlərlə, minlərlə şagirdləriniz var. Eşələdikcə, görürsünüz, yada düşdükcə nə qədər adamlar yada düşür. Onların hər birinin, deyərəm ki, qədir bilənlərin anladı, indi hər birində olmasa, qədir bilənlərinin ürəyinin yaxşı bir köşəsində özünüzə bir taxt qoymuşsunuz, yer salmışsınız. Bax, mən sizi sevən adamların biri də mənəm. Bax, bu qara oğlum, qara bəndəniz mənəm. Ömrümün yaxşı, ürəyimin yaxşı bir köşəsində özünüzə bayaq dediyim ki, yaxşı bir heykəl qoyursunuz. Çox sağ ol, Allah. Mən sizi sevirəm, ay mənim işlərim. Qonşuluq da, dostluq da, qarşılıqlı olanda effekt verir, nəticə verir. Ona görə də mən sizi sevirəm. Allah da sizi sevsin. Xətrin əzdə olsun. Allah canınızı sağ eləsin. Sən ki, məni saydın. Sağ olun. Gəldin.
Bunlara Borcumuz da. böyük Sağ ol, şöhrət. sağ ol. Çox Allah balalarını Sağ ol, sağlasın, gözü sizinkilərlə işin bir. olsun. Sağ ol. Evlatdan şirin, həyatda heç nə yoxdur. Evlat şirin şeydir. Akşam mənə deyir ki, ay ana, daha mən yekələnmişəm. Məni neyinirsən? Deyirəm, sən hələ mənim üçün balaca uşaqsın. Həmişə balaca uşaqsın. Hə. Allah Her öz gün de eşi. bir işe yedim bazen yedim. Deyir, hə, deyirəm, ay bala, sən hələ mənim üçün hələ balaca uşaqsan. Düz deyirəm, Düz deyirsiniz, əlbəttə düz deyirsiniz. Nə qədər böyüsə də, yenə də sizin Bəli. aləmizdə, sizin dünyanızda hələ balaca uşaqdır. özün atasan, evladında. Bəli. Anam da deyərdi ki, özün valideyn olanda onda başa düşəcəksən biz nələr çəkirik. Bəli. Hə. Adam İndi- özü valideyn olanda valideynin qədrini bilir. Hə. Bəli. Deyərdi ki, həmişə mən bir 5 hərfli sözdən ötürü ömrümü gizaza verdim. Nə deyirdim, nə də deyirdim? Namus. Hə. Televizorda namus. Namus deyirdim. deyirdim. İndi mən Sağ ol. sizə icazə verirəm. Sağ olun, Allah razı olsun, xətriniz xoş olsun. Usta, yenə də gələcəm Allah qoysa. Əksinə hələ biz biraz bağışlayın ki, gec gəldim. Salamat qalın, sağ Allah olun. razı olsun. Sağ olun. Mən birinci dəfədir ki, səni qoyuram öpməyə. Mən Akşindən başqa heç kimi Düz değil. Akşindən başqa heç kimi qoymuram mən öpməyə. olmaz. Merhaba. Bu mənim üçün ən böyük şərəfdir. Hə, sağ olun. Siz əksinə siz bizə o şərəfi vermisiniz. Hə.